Tanrı insanı azad, hür, özgür, çərçivəsiz yaradıb. Sonra cəmiyyət başlayıb çərçivələr tətbiq eləmək. Niyə? Çünki azadlığın da çoxu bir narkotik kimi şeydir. Çünki nadir hallarda bəşər evladı dərk eləyir ki, onun azadlığı obrslarının hesabına olmamalıdır. Yəni necədir? Sənin azadlığın harda qurtarır? Ey bəşər evladı. Sənin azadlığın orada qurtarır ki, obrisi bəşər evladının azadlığı və ya hüququ başlayır. Amma çoxsu bunu dərk eləməyə qadir deyil. Ona görə yox ki, ağılsızdılar. Sadəcə azadlıq hissi dediyim kimi bir narkotik kimi o adamı sanki qanadlandırır. Ki, mən azadam, istədiyim şeyi eləyə bilərəm. Xeyr, eləyə bilməzsən. Burada nə olur? Burada cəmiyyət, yəni ibtidai cəmiyyətdən danışmıram, artıq dövlətlər və iqtisadi formasiyalar formalaşmışdır. Dövlətlər var. Dövlətlərin içində şəhərdir. Hər şey kənddən başlayıb, sonra şəhərlər formalaşır. Şəhərin başında burqomistr var və ya şəhər başçısı var. Şahbandar var. Nə qoyursa adını qoyun. Mer var. Başlayıb yavaş-yavaş o əndazələri tətbiq eləmək ki, siz qışqıra bilərsiniz səhər saat 10-dan axşam saat 6-ya qədər. Ondan sonra başqalarını narahat edirsiniz. Yəni ən bəsit bir misal çəkin.